وَتَاجِرُ اللّٰهَ بِالصَّدَقَةِ İnşallah usikum nafsi təqvəllah və razınalım. İnşallah hem özünü hem sizi davet edirəm. İlahi təqvaya və işlədirsə nəzməsi olacaqsın. Bugün sədəqə barəsindən bu söyləyəcəm. Ondan qabaq bir hadisə ki, təqribən bir an oxumuşam, bunu sizin demək istəyirəm. Onu bugün bir üç dəfə işlətmişim bu sözü. Baxın, daha doğrusu bəlkə də gecəydi oxudum bir yerdə. Zahirən bir Amerikanın Harvard Üniversitetində 20 il təcrübə varlar. 20 il, özü mötəbər bir mənbədən olmuşam, hala elə biləm sözdür. 20 il təcrübə varlar ki, insan ömrünü uzadan şey nədir? Bunun üstündə. 20 ildən sonra bu nəticəyə gəlirlər ki, uzun ömürlər danışırlar. İnsan ömrünü uzadan ən mühüm başqa insanlarla xoş rəftar qurmaqdır. Xüsusən də qohumlarla yoxdur. Bu nəticəyə gəlir, özləri ilan edirlər. İnsan ömrünə uzunlamasına təsir edən ən mühüm məsələ, insan məsələ övladı ilə, qızı ilə, uşağı ilə, həmşahıdır, onları qorumaq. Demək, baxın, 20 ilin təcrübəsinin nəticəsi budur. 1400 bundan o Peyğəmbər deyib, Quranda da ayasın. Peyğəmbər buyurub ki, sineyi ərham bu ömrü uzadar. İndi ayaq, ehtiyac var ki, məsələn, biz 20 il təcrübə aparaq Peyğəmbərin sözlərindən. Ehtiyac yoxdur ki. Onlar təcrübə aparmaq gözəl. Məsələn, niyə biz oxuduqlarımıza inanmayaq? Niyə biz oxuduqlarımızı, gözəl o rəftarlarımızı əmələ gətirməyək ki, onun nəticəsi gəlsin bizə hasıl olsun. Və bu günləri oxudum sədəqə barəsində bir şeydir. Baxın, ilkin başında buna qəribə ki, İmam Cəfər Sadiq deyib də bunu. İmam Cəfər Sadiq deyib ki, inni laqumliqə əhyanən. Elə vaxtlar mənim pulum olmur, boşluğum olur. İmam Cəfər Sadiq deyib, 6-cı deyib, arada mənim boşluğum olur. Laqumliqə yəni mənim boşluğum olur, əhyanən də yəni elə bir vaxtlar. Fəqutacirullah, Allahla ticarətə girir biz sədəqə ilə. Yəni Allah'tan o pulu sədəqə ilə Allah birine verir, Allah da mənə onun əvəzində pul versin. Bu Quran da o cürdür. Quran bunu ki, onlar ki Allah yolunda verirlər, biri 100 eləyər. Birin, yəni bənzəyir buğduya, o 700 lira olacaq, hər sözünü 100 eləyəcək. Sonra Allah deyir ki, yox, hələ ondan da çox eləyər. İndi maraqlı buradadır. Biz əgər istəyirik ki, ruzlarımız bol olsun, ehtiyatsız olaq, məsələn, heç vaxt nətər deyil, çarəsiz qalmayaq, onun üçün sədəqə verir. Məsələn, sədəqə odur ki, məsələn, sənin gücün çatmayandan artıq verəsən. Gücün nəyə çatır? 20 qəpik, 50 qəpik, 1 manat. Bu maddidir. Amma indi hədis oxuyacaq. Başqa işlər də var. Onlar da görsün, onlar da Allah sədəqə salır və maddi köməyin elə təsiri orada da var. Yenə də İmam Cəfər Sadiq salamları bu cür buyurdu. İstəzurur rizqə biz sədəqə. Ruzini Allah'ın yanından endirin yerə sədəqə etsin. Əbu Hanifiyə dedi. Bu sözü məsələnin bir böyücü ki, İmam Cəfər Sadiqdə ona dedi. Dedi, ruzini Allah yanından sədəqə verməklə endirin aşağı. Və hesb və əmmalakum biz zəkat. Mallarınızı zəkat verməklə sığırtılır. Və ma hala imrətun iksəzədə mümkün deyil bir adam orta səviyyəni götürə yaşamağa, ya israfsız yaşayan, o bir gün nədir, çarəsiz qalır. Mümkün deyil, insan orta səviyyə özünə seçsə, yaşamaq üçün. Orta səviyyə seçsə, o heç vaxt nədir, çarəsiz qalır. Sonra bunun və təqdiru nisful iş. Umumən insan orta səviyyələ sevməklə həyatın genel olar ki, xoşbəxtlik qalsın. İdarə eləmək. Özü idarə eləmək. İndi də mən o barada çox danışmıram, bu barada da söz yazım, çünki hədis oxuyacaq, çox danışmıram. Kullu mərufun sədəqə, hər nə yaxşı iş görsən o sədəqə. Hər nə, yoldan geçsən bir maşını götürdün, qoydun. Götürdün, qoydun bir yerə. Yolun üstü deyə geçsən. Peyğəmbər buyur bu sədəqə, İmam buyur ki bu sədəqə. Həmin o birinin içində, məsələn, maddi köməksən, bundan onun fərqi yoxdur. İndi bir dənə də burada hədis var, çox gözəl bir hədisdir.
Hazreti Peygamber sallallahu aleyhi ve sellem bir gün sonra dedi. Ama kullu muslimin fi kulli yavmin sadakatun. Yani her Müslüman her gün sadaka. Peygamber burada acaba. Yani her Müslüman her gün sadaka verir. Bir durdu dedi ki, ben götür gazal, kimi gün satar çay gün sadaka verir. Ya Resulallah, kimi gün satar çay gün pul verir sadaka verir. Peygamber'e sordu. Kala Peygamber dedi. İmatetekal eda hani tarik sadakatun. Dedi ben bunu demiyorum ki. Yolda insanlara mani olan bir şeyi götürmez sadakatun. Yolda biz çok yollar dedik, ev dedik, mahşer dökerden motor. Peygamber dedi, yolda insanlara mani olan bir şeyi götürmez sadakatun. Sonra da ayda buyurdu. Ve erşada karnacılığıyla tarifi sadakatun. Biri senden yol soruşuyor, ona yol gösterse. Mesela Fransa'sına evleneceksin, diyorsan bozuk, Hazreti Peygamber burada o sadakat. Ve iade takar meriz sadakatun. Hastanın yanında gelip oturmak sadakat. Gelip hastaya dayanma sadakat. Ve emruka bil ma'ruf sadakatun. Biri yaxşı işe dəvət edirsən, mən sədəqə. Məsələn, yaxşı iş nədir? Məsələn, 200 nəfər oturmuşları getsən, desən, qardaş falan kəsin, məsələn, yetişsin, gedək yarım saat otur, bir mucize işlər, yaxşı işdir də. Namaza, oruca ilə bu işlər hamısına, gedək mucize, 5-6 çabada bir oturmuşum, gedək. Və yaxud misal üçün deyirəm, amma yaxşı işdə bir ibadətlər var, bir də məhsənəmdir. Düz deyildi o şeylər, məsələn, adət olur. Biri, məsələn, evinə, məsələn, özünə təzəbinədir, özünə evinə bir şey tökür, bir növlər. Bu 15 nəfər qadın bir apatka götürərdi, tökərdi, yazıdan xaydasın. İndi pul verməsi öldürür çizilir. Sualları gəlkən də məsələn, təzəbin növlər də gedək buna köyləyinə, bunun bir gün xərci qalsın, bunun evinin bir növləsi nədir? Tökər. Yəni, yaxşı işə dəvət eləmək nədir? Sədəqədir, Peyğəmbər. İnsanlar yaxşı işə dəvət edir, bu sədəqədir. Və nəhi gəlin müqən sədəqətun. Pis işə nədir? Pis işdə insanlara çəkdirmək sədəqədir. Məsələn, bir insan bir səndən söz eşidir, məsələn deyirəm. Görürsən, məsələn, bu, bəzən var, görürsən, bizlər, məsələn, hamamı yolun üstündə tikərik, adətdə pis mənada demir, amma onun suyu düz yolun ortasına var. Bizlər 4 sənə eşirsiniz, suyu yolun ortasına var. Burada bir, yəni, çöşək qalıb oraya geçsin. Yaxın, məsələn, görür, elə küsəl, məsələn, bəzən bizdən var, mesela görürsen bir şükür Allah'a kendini bilmem sizlerden ezelim, biz de biraz düzenli şükür Allah'a bizi bilir, gelip yarıştırırlar. Mesela o zaman kavga geldi, bizim kişilerimiz çıkacaklar, bir yandan geldi, kişilerimiz çıkacaklar, asfaltına zibir dökülür. Biz o ham rahat marşı saklıyor, atır. Bunu kim yıkacak etsin bir şeyler. Bizim eliyevlerde mesela insan hayatında bir 4-5 metre bir yapma bastırsın, mesela yoksa 4-5'in töksün. Bunu eğlenmez diyor. Ama yola bir yere töker, bizden geçsin. Şəhər batacaq, olmuşsa batacaq. Biz işlər birbirimizi çəkirlər. Din təşnamazdan oluşdur ki, din məsələ ictimai məsələlər, birbirimizin zahiri gözəlliyi, batini gözəlliyi, birbirimizin sözdəki sağlamlığı, bunlar din elə bir tər əyri durmaqdan kifayətlənmir ki, din bizə nədir? Gözəlliyi təbliğ edir, yaxşılığı təbliğ edir, salamatlığı təbliğ edir. Sonra daha da buyurur ki, hamımızın inşallah gündem verdiğimiz bir şeydi sadakati. Peygamber buyurdu ki, Raddus salam sadakatı. Kim salam verirse sana cevap atarsanız o sadakat. Hamış o işe şamildir. Yani o ruzeni ki yere indiren hangi öder? Salamı salamın üleyle al. O öyle sadakat Allah nerede? O dediğim sadakat varsa dediğim salamı bizim halımıza şamildir. Allah'ın bile bizi, Allah'ı tanıyıp onun itaatçılarından beraber etsin. Dünya vakti sizin bizi ehl-i beytten alırsan nasıl?